Azerbaijan considers herself as part of the global south. Azərbaycan özünü qlobal cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tali etibarı ilə qlobal cənubun bir hissəsiyik. Azərbaycan qlobal cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib. Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçiliyin bəzi məqamlarını vurğulamaq istərdim. Qlobal cənub ölkələri tarixin müxtəlif dövrlərində əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində bir yaradır. Lakin təəssüf edirik ki, bu təcrübənin bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan 2019-cu ildən 2020-ci ilə qədər qoşulmama hərəkatına sədrlik edərkən, neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdi. Biz həmçinin təəssüflə qeyd edirik ki, BMT-nin dekolonizasiya komitəsi bu günə qədər öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya prosesinə qarşı müqavimət göstərirlər. Xüsusilə də 2-ci Dünya müharibəsindən sonra qlobal cənubun səsi eşidilməyib.